İşdən gəlib salyan heyvasından yemişəm. Ürəyimin şirəsi gəlib yerinə. Ürəyim açılıb. Şirəsi yerindədir, ürəyim açılıb. Asosiativ yaddaş haqqında danışmaq istəyirəm. Bu qoca kafaya çox şeylər yığmışam, çox. Və yalanca nağıl, laylaya qoyan şeylər danışmaram. Mən ancaq praktik. Asosiativ yaddaş nədir? Asosiativ yaddaş odur ki, beynin bütün əlin kimi, ayağın kimi yavaş-yavaş inkişaf eləyir. Digər əzaların kimi. Və beyin formalaşdıqca, inkişaf elədikcə, məsələn, yaşadığın mühit, ananın evin qabağında düzəltdiyi bağ-bağça, atanın hansısa xüsusiyyətləri, ev-yüz, evin qabağında olan yolka, çərhovuz, belə şeylər səndə asosiativ yaddaş yaradır. Yəni ikili yaddaş. Asosiativ yaddaş nədir? Məsələn, evdən çıxanda əgərləri qapını bağlayıb bağlamamağınız yadınızda qalmırsa, hər dəfə qapıdan çıxanda deyin ki, məsələn, Charlie Chaplin. Asosiativ olaraq Charlie Chaplin'dən qapını bağlamağın yadında qalmaya bilər. Ancaq Charlie Chaplin qapıdan çıxanda mən Charlie Chaplin söylədim, yoxsa yox. Asosiativ yaddaş odur ki, bir neçə hadisə və elementlər bir neyron topası ətrafında yığılır. Yəni ki, mənim hələ bil pis xatirələrimi, uğursuz sevgilərimi beynimdən silsələr, mənim başqa bacarıqlarım, qabiliyyətlərim də itə bilər. Asosiativ yaddaş. Və məsələn, yaşadığımız məhəllə, bina, məktəbimiz və yaxud da ki, əzizlərimiz dünyadan keçəndə bu mozaika paramparça olur. Necə ki, əvvəl birləşmişdi, asosiativ yaddaş əmələ gətirmişdi və bunu masonlar çoxdan bilir, canım gözüm. Ona görə də Dresden şəhərin müharibə qutarandan sonra Dresden şəhəri həmişə deyirəm, açıq hava altında muzey idi. Dresden şəhərin bombaladılar ki, arxitektur binaları məhv eləyib, nemeslərin asosiativ yaddaşların məhv eləsinlər. Çox dərinə getməyin, dəli olarsınız.